Dünyada heç nədən qorxum olmayıb. Bircə bu saatdır qorxudan məni. Niyə? Niyə bax saat sizi qorxudur? İnsan ümumiyyətlə yaşadıkca arzular çoxalır və hətta böyüyür arzular. Bu arzuların böyük hissəsi də insanın ailəsi ilə bağlı olur, övladları ilə bağlı olur. Yəni bir müddətdən sonra özün üçün yox, ailə üçün, cəmiyyət üçün, dostlar üçün başlayırsan yaşamağa, zamanlı onlar üçün ayırırsan. Birdən zaman çatmaz, birdən mənə olunan yaxşılıqlara cavab verə bilmərəm, birdən insanlığımı sübut eləməmiş dünyadan gedərəm, birdən övladlarıma yaxşı ata ola bilmərəm. O zaman həmişə imkan verir ki, insan həm səhvlərini düzəldə bilsin, həm də eləyə bilmədiklərini, həyata keçirdə bilmədiklərini həyata keçirsin. Ona görə zaman qorxudur insanı ki, birdən o imkan olmaz, o şərait olmaz ki, sən həm arzularına çatasan, bu dünyada yaşayıb, bir müddət çırpınıb, əziyyət çəkib, qaçıb, sonradan o bir dincələn zamanı da olmalıdır, zövq alan zamanı da olmalıdır. İnsan yalnız işləmək üçün, çalışmaq üçün, bilmirəm, qaçmaq üçün yaranmayıb ki, insan həm də bütün Allahın gözəlliklərindən bir zövq almağa da vaxtı olmalıdır. Bütün bunlar qarışıq, üst-üstə gəlsə, o şeirin içərisində həm dünyanın vəfasızlığından, həm insan ömrünün qısalığından, həm insan arzularının böyüklüyündən, əl çatmazlığından, eyni zamanda sonsuzluğundan söhbət açılır. Və zaman da o vaxt qorxudur insana ki, açan ki, sən öz arzularınla, yarımçıq arzularınla qalırsan. Sabahı yaşamaq lazımdır. Sabah səni dəyişdirəcək.